ABŞ prezidenti Donald Trump bu gecə İranla bağlı mühüm bəyanatla çıxış edəcək. Amerikanın aparıcı media qurumları İranda etirazlar zamanı ölənlərin sayı ilə bağlı əvvəlki rəqəmlərə yenidən baxıblar. CBS telekanalının yaydığı məlumata görə ixtişaşlar zamanı həlak olanların sayı artıq 12 min nəfər təşkil edir. Daha əvvəl ABŞ mediasında bu rəqəm təxminən 2000 olaraq göstərilirdi. Qeyd edək ki, Trump bundan öncə verdiyi açıqlamalarda İranda dinc əhaliyə qarşı kütləvi zorakılığın davam edəcəyi və itkilərin kəskin artacağı təqdirdə ABŞ-nin İran əleyhinə hərbi zərbələr endirə biləcəyini istisna etməmişdi. ABŞ prezidentinin bu gecəki çıxışında İran ətrafında yaranmış gərgin vəziyyət, etirazların miqyası və Vaşinqtonun mümkün addımları ilə bağlı konkret mesajlar verəcəyi gözlənilir.